Gəldim, pəncərədən baxdım, kuxlanın pəncərəsindən. Gördüm ki, darvaza əməlli başda açıq. Elə biraz ön hissəyə baxdım, gördüm maşın girib. Elə tez qaçaraq çıxdım çölə. Qəza nəticəsində 7 yaşlı uşaq həyatını itirdi, atası ağır yaralandı. Bədbəxt hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Hadisə bu ərazidə qeydə alınıb. Belə ki, məlumata görə Tural Süleymanov qucağında 7 yaşlı oğlu Samə ilə birlikdə avtomobilə əyləşib. Onlar elə evin həyətində avtomobili idarə edərkən uşaq sürüşərək sürət pedalına sıxılıb və avtomobil qarşıdakı evin hasarına çırpılıb. Hadisə şahidləri və qohumları deyir ki, uşaq hadisə yerində yox, xəstəxanada ölüb. Maşını sürən qardaş üzü bütün qan içində, anası da yanındaydı. Uşaq qaçıb çıxıb çölə. Sonra ondan sonra təcili yardım çağırdıq, təcili yardım gəldi. O oğlanı apardılar balnisaya, amma ondan əvvəl uşağı qonşular aparmışdılar, çünki uşaq narahat idi, sudurqa keçirirdi. Anası qaçdı, qapını açdı, uşağı götürdü. Bu qapıdan da ata düşdü. Ata da düşdü, gəldi. Uşaq da gəldi. Atanın qanını gördük biz. Atanın üstünə qaçdıq. Uşağı verdik anasına. Uşaq yeriyə gəldi. Gəldi, sonra skoru çağırdıq, gəlmədi. Skoru gec gəldi. Qonşu sağ olsun, maşını ilə apardı. Bura diaqnostikaya. Onlar da yaxın durmadılar uşağımıza ki, bizlik deyil. Sonra apardılar Semaşkaya. Semaşkada da deyiblər ki, keçdi. Bəzi şəxslər uşağın maşın sürməyə öyrənmək istəyi nəticəsində belə hadisənin baş verdiyini desə də, Tural Süleymanovun xalası bildirir ki, uşaq atasının qucağında yox, yanında olub. İşte onda arada bir ayağında qıc olmaq olurdu. Uşaq elə işə gedəndə uşaq deyib ki, ata mən də səninlə gedim də, elə belə fırlanım burada. O da alıb qucağına, qoyub yanına. Yanına qoyub, xodamaq istəyəndə qıc olması tutub. Elə qazda promoy deyilib girib qonşumuza boyun. Faktla bağlı araşdırma aparılır.